Jeff Koons. Tənbəl oxucunu mütaliəyə həvəsləndirmək. Ata oxumağa laqeyd oğlunda kitaba məhəbbəti necə yaratdı? 1-ci fəsil. Giriş və ya onun yoxluğu. Başlamamışdan qabaq qeyd etməliyəm ki, mən uşaq psixoloqu deyiləm. Mən erkən uşaq inkişaf eksperti deyiləm. Uşaq təhsili mövzusunda təlim keçməmişəm. Mən müəllim deyiləm. Uşaqlarımdan soruşsan heç elə ağıllı da deyiləm. Amma əgər söhbət uşaqlarınızı acgöz oxucuya çevirməkdən gedirsə, bunun yolunu tapmışam. Elə buna görə kitab yazdım ki, təcrübəmi ailəmizin üzləşdiyi eyni problemi yaşayan digər valideynlərlə də bölüşüm. Adətən insanlara nəyisə öyrədən kitabı oxuyanda ağlıma gələn ilk fikir bu olur. Görəsən, belə ağıllı olduğunu düşünən bu adam kimdir? Niyə fikirləşir ki, düşüncələrini bütün dünya ilə paylaşmağa haqqı çatır? Yaxşı sualdır, elə deyil? Yəqin ki, biznes dünyasında heç bir uğura imza atmamış bir adam tərəfindən yazılan biznes kitabını oxumaq istəməzdiniz. Onu da deyim ki, dünyada belə kitablar saysız hesabsızdır. Və ya möhtəşəm ana olmağın sirrini paylaşan bir kişi müəllifi niyə oxuyasınız axı? O cümlədən də hədsiz köklükdən və yüksək qan təzyiqindən əziyyət çəkən yazıcının fitness barədə yazdığı kitabı oxumağa dəyməz. Ona görə də beyninizdə sual yarana bilər ki, bu sahədə mütəxəssis deyiləmsə, niyə kitabımı oxuyasınız? Həqiqət isə bundan ibarətdir ki, mən əsrlərdir ana və atalar tərəfindən həyata keçirilən yoxlama və səhv etmə variantından istifadə edərək bütün bu tərbiyə məsələlərini öyrənməyə çalışan, bu sahədə hələ tam inkişaf etməmiş 5 uşaq atasıyam. Mütaliəyə həvəssiz 11 yaşlı oğlum Jack'i kitaba həvəsləndirməyə çalışdım və alındı. Tətbiq etdiyim yolun faktiki olaraq işə yaradığına əminəm. Kitab oxumaqdan tamamilə imtina edən, hətta nağd pul, rüşvət qarşılığında belə oğlumun əlindən kitab düşməyən bir oxucuya çevrildiyini gördüm. Bütün bu proses mənim və həyat yoldaşımın köməyi ilə həyata keçdi. Oğlumun çalışqanlığını qeyd etməyə ehtiyac duymuram. Təcrübənin mərkəzində isə səhər kitab klubu dayanırdı. Səhərlər Jacklə kiçik qardaşı Will qarşılıqlı kitab oxuyurdular. Əvvəllər bu qrupu SKK adlandırmırdıq. Amma indi bu barədə danışarkən qısaldılmış SKK adından istifadə edəcəyik. SKK təcrübə idi və bu təcrübə işə yaradı. Prosesin bir hissəsi Əcinli ovçusu Jack Templer fantaziya romanının yazılmasından ibarət idi. Bu azyaşlılar, yeniyetmə və gənclər üçün kitab idi. Jack baş rolda, qardaşı Will isə köməkçi rolunda çıxış edirdi. Kitabı SKK üçün yazmışdım, amma bitirəndən sonra onu dünya ilə bölüşməyə qərar verdim. Reklamına başlayanda anladım ki, oğlumun hekayəsindən maraqlı məqamlar çoxdur. Məlum oldu ki, evlərində mütaliəyə həvəssiz oxucuları olan, mənimlə eyni problemləri bölüşən çox valideyn var imiş. Onlar ümidsizcəsinə uşaqlarında mütaliəyə sevgi aşılamağın yollarını axtarırdılar. Bir çoxları Əcinli ovçusu Jack Templer kitabının prosesin bir parçası olduğunu öyrənəndə peşman olurdular. Çox olub ki, hər hansı bir valideynin kitab yazmaq fikrində deyiləm, yox mənlik deyil dediyini eşitmişəm. Yaxşı xəbər isə ondan ibarətdir ki, roman yazmaq prosesin sadəcə bir hissəsi idi. Bu, çox şaxəli prosesdir. Bir çox müxtəlif element və tərkib hissələrdən ibarətdir. Bu, oğlumla bağlı işə yarayan taktika tapmaq üçün istifadə etdiyim yoxlama və səhv etmə prosesinin nəticəsi idi. Dostum məni həvəsləndirdi və oğlumla bağlı atdığım addımlar barədə məqalə yazdım. Məqalədə oğlumun kitab oxumaqdan imtina edən adamdan kitab üçün yaşayan adama çevrilməyini təsvir etdim. Məqalə məşhurlaşanda təəccübləndim. Həmin vaxtlar Twitter yaxşı bilmirdim. Mənə elə gəlirdi ki, kitabın yüzlərcə dəfə minlərlə adama retweet edilməsi normal haldır. Sən demə, bu heç də normal hal deyilmiş. Məqalə uşaqlarını mütaliəyə həvəsləndirmək istəyən valideynlər üçün olduqca maraqlı olub. Elə bu vaxt ərzində də Əcinli ovçusu Jack Templer romanı kitab bazarında özünə yer tutdu. Bir həftə ərzində kitab Amazonun uşaqların sümüklərini donduran dəhşət kateqoriyası üzrə 4-cü yerdə dayandı. Yuxarı sıralardakı 3 kitab Percy Jackson'un haqqında elə də pis deyil fikirləşdiyim kitablar idi.
Jack Templer seriyasından ikinci kitabı işləməyə başladım. Yazdığım məqaləni isə yavaş-yavaş unutdum. Amma digər valideynlər unutmamışdılar. Məqalə barədə e-mail və şərhlər almaqda davam edirdim. Yenidən dostlarımın həvəsləndirməsindən sonra qərar aldım ki, ilk məqaləni genişləndirim. Beləcə bu kitabı qələmə aldım. Düzünü desəm, bu kitabda yazılanları etsəniz, uğur qazanacağınıza təminat vermirəm, amma alına bilər. Yoxlamağa dəyər. Əgər metodum işə yarasa, balaca oğlunuz və ya qızınız kitab oxumağı sevsə, deməli hər ikimiz uğur qazanmışıq. Hətta metod alınmasa da vaxtınızı uşaqlarınızla birlikdə kitab oxumaqla keçirəcəksiniz. Ona görə də heç nə itirməyəcəksiniz. Ümid edirəm ki, uşağınız uğur qazanar. Hər hansı bir fikriniz olsa və ya bu işi inkişaf etdirmək istəsəniz, mənə yazın. Gələcək nəşrləri genişləndirməkdən və yaymaqdan məmnun olaram. Təşəkkür edirəm və uğurlar arzulayıram. Jeff Koons. 2-ci fəsil. Evimdə tənbəl oxucu var. İstənilən valideyndən soruşsanız təsdiq edər ki, uşağa tərbiyə verərkən həm də gözlənilməz hadisələrə hazır olmağı öyrənirik. 3 yaşlı əkiz və 2 yaşlı körpə də daxil olmaqla 2 yaşdan 12 yaşa qədər 5 uşağım olduğundan heç bilmirəm gözlənilməz hadisə və ya sürprizlərin baş vermədiyi gün gəlsə nə edərdim. Görəsən 3 yaşlı uşaq markerlə hər şeyə bu qədər ziyan vura bilər? Görəsən uşağım doğrudan da tərəvəzi burnuna salıb? Həqiqətən bir evdə 25 cüt ayaqqabı itirmək mümkündür? Uzun müddətdən sonra gözlənilməz hadisələrə hazır olmağa öyrənsəm də, bir gün böyük oğlumun mütaliəni sevmədiyini biləndə boğazım qurudu. Güman edirəm ki, bu dərəcədə heyrətlənməyim əsl kitab fanatı kimi böyüməyimdən irəli gəlirdi. Həmişə əmin olmuşam ki, kitaba sevgi qəlsəmələrdən su buraxmaq əvəzinə havanı ciyərlərə çəkmək kimi adi şeylərdən biridir. Üstəlik qeyd edim ki, mənim vaxtımda kitab yeganə əyləncə vasitəsi idi. Ola bilsin ki, bu da mühüm faktordur. 5 yaşım olanda atam ithal-ixrac biznesinə başladı. Ailəmizi yığaraq səyahətə çıxdı. Növbəti 8 ili Yunanistan, Kipr və Səudiyyə Ərəbistanında möhtəşəm macəra içində keçirdik. Uşaqlıq xatirələrim qədim Yunan və Roma abidələri arasında gəzməklə, Aralıq dənizində sualtı üzgüçülüklə məşğul olmaqla bağlıdır. Adətən belə şeylərlə başımızı qatırdıq, çünki televizorumuz yox idi. İndi uşaqların bu barədə eşidəndə dəhşət içində qışqırırlar. İnternet yox idi, DVD yox idi. Betamax videolarına baxırdıq, amma videolar da pirat versiya olurdu. Adətən kimsə kinoteatrlarda əlində video kamera ilə filmi çəkib yayırdı. Səsin keyfiyyətinin aşağı olmasından danışmağa yəqin ki, ehtiyac yoxdur. Adətən ətrafdan popcorn yeyən adamların marçıltısı eşidilirdi. Çölə çıxa bilməyəndə və ya bir filmə 50-ci dəfə baxmaq məsələsi ortaya çıxmayanda kitab oxuyurduq. Valideynlərin mütaliəyə həvəsli olduqlarından bu təbii görünürdü. Onların əlində həmişə kitab olurdu, xüsusilə də axşamlar yatmamışdan qabaq. Uşaq olanda bizə kitab oxuyurdular, beləcə ailəliklə bir yerə toplanaraq əla vaxt keçirdirdik. Amma tezliklə qardaşımla başa düşdük ki, özümüz kitab oxusaq daha maraqlı və daha sürətli olar. Tezliklə özümüz kitab seçir və oxuyurduq. Xarici ölkələrdə yaşayarkən Britaniya məktəblərinə gedirdim. Ona görə də əvvəllər Britaniyalı müəlliflər oxuyurdum. Məsələn, Enid Blytonun məşhur 5 və Sirli 7 kitab seriyasından həzz alırdım. Ulyard Price'ın macəra kitablarının böyük fanatıydım. Enid Blytonun uşaq detektivlərindən həzz alarkən Ulyard Price təxəyyülümü inkişaf etdirirdi. Əgər heç vaxt bu kitablar haqqında eşitməmisinizsə, onları axtarıb tapmağa dəyər. Kitab Amerikadakı ailə zooparkı üçün xüsusi növlər axtararaq dünya səyahətinə çıxmış 2 qardaşdan, Roger və Hal Huntdan bəhs edir. Böyüyəndə yetkin adam olaraq xoşladığım kitabların bir çoxunda olduğu kimi, bu kitabda qardaşların macəra fonunda gəzdikləri ölkələr haqqında gizli məlumat verilir. 9 yaşım olanda bu kitaba heyran idim. Sonra Milad bayramında hər şey dəyişdi. Mənə Tolkien'in Üzüklərin Kralı 3 cildliyi hədiyyə edildi. Bütün kitablar bir cilddə birləşmişdi. Bu kitablardan birini əlinizə alanda ağırlığını təsəvvür edə bilərsiniz. Üçünü bir yerə yığanda hətta İncil toplusunda ötüb keçirdim. Hələ də kitabı saxlayıram. Böyüsəm də ona baxanda həqiqətən çox qalın olduğunu düşünürəm. Amma valideynlərim məni həvəsləndirdi. Kitaba daldım. Budur, 30 il sonra
Bəzən bu kitabda üzürəm. Yəqin çoxunuz uşaqlığınızla bağlı oxşar xatirələri yada saldınız. İlk dəfə kitab oxumağınızı xatırlayırsınız? O qədər fantastik dünyaya düşürsünüz ki, elə bilirsiniz, hər şey öz başınıza gəlir. Nə qəribədir, hə? İlk dəfədən sonra nadir hallarda oxumurdum. Çox az hallarda əlimdə kitab olmazdı. Özümü bu dünyadan kənardakı macəralara həsr edirdim. Xəzinə axtarırdım, digər dünyalara səyahət edirdim. Cənnət kimi idi. Ata olandan sonra fikirləşdim ki, uşaqlarım da təbii olaraq mütaliəni sevəcəklər. Faktiki olaraq uşaq vaxtı oxumağı sevdiyim kitabların çoxunu bölüşməyə tələsirdim. Oğlum Cekin ümumiyyətlə oxumağa həvəssiz olduğunu görəndə gözlərim açıldı. Hətta yeni termin də öyrəndim. Tənbəl oxucu. Hər şey gözlədiyimdən də pis idi. Oğlum nəinki həvəssiz idi, ümumiyyətlə oxumağa meyli yox idi. Cek kitab oxumağa nəcis toplamaq üçün 2 sarı itimizin ardınca plastik vedrə və kürəklə gəzmək kimi baxırdı. Bu çox iyrənc iş idi və Cek bu işi məcbur olduğu üçün görürdü. İlk dəfə narahat olmaqdan daha çox təəccübləndim. Cek ağıllı idi. Məktəbdə yüksək qiymətlər alırdı. Dostları və müəllimləri onu çox sevirdi. Bəlkə də mütaliə onun maraqlarından biri olmalı deyildi. İkinci oğlum William əvvəldən kitaba həvəsli olub. Cek isə onun kimi deyildi. Fikirləşdim, bəlkə bu Cekin dövrü ilə bağlı bir şeydir. Yəni, Atari video oyunları ilk dəfə çıxanda balaca idim. Boynuma alıram ki, mütaliə vaxtının çoxunu fəza işğalçıları və müdafiəçi alırdı. İndi fikirləşirəm, görəsən, maddəni başa yığmaq mümkün olsaydı, onu oynamağa nə qədər vaxt sərf edərdim? Səbəb təkcə bu deyil. Bugün uşaqların rejimi çox yüklənib. Uşaq olanda idman həftədə 1 saat və ya həftə sonu məşğuliyyəti idi. İndi uşaqların hər fəsildə ən az 2 növ idmanla məşğul olurlar. Hər həftə 2 və ya 3 məşqə gedirlər. 2 və ya 3 oyun oynayırlar. Məktəbdə ikinci alət kimi piano dərslərinə gedirlər. Ev tapşırıqları isə hər gecə 1 ya 2 saat vaxtlarını alır. Bütün bu qarışıqlıqda onların kitab oxumalarını gözləmirdim. Ona görə də qərara aldım ki, baş qoşmayım. Qoy özləri yol tapsınlar, lakin bu mövqeyim bir neçə ay davam etdi. Vaxt keçdikcə görürdüm ki, Cek lüğət və yazmaq bacarıqlarında geri qalır. Will isə inkişaf edirdi. Faciəli bir şey yox idi. Cek yenə də məktəbdə yaxşı qiymətlər alırdı. Amma bunun üçün çox çalışmalı olurdu. Hər şey sərhədini aşırdı. Qeyri-ekspert və məlumatsız adam kimi fikirləşdim ki, Cekin bu uğursuzluğunun səbəbi az mütaliə etməsidir. Təqaüdə çıxmış müəllim olan həyat yoldaşım mənimlə razılaşdı. Hər ikimiz narahat idik ki, Cekin kitaba marağının olmaması məktəbdəki dərslərinə, xüsusilə də ingilis dili dərsinə təsir edəcək. Sonra narahatlığımızı bir kənara qoyub fəaliyyətə keçdik. Ceklə oturub ata-oğul kimi söhbətləşdik. Onunla hazırki təhsili və məktəbdəki uğurlarından danışdıq. Söhbət nəticəsində birlikdə qərar verdik ki, mütaliə bütün dərsləri mənimsəməkdə yardımcı olan ən təsirli yoldur. Keçən aydakı test və ev tapşırıqlarına nəzər salanda gördük ki, ona hətta riyaziyyat dərsində də qısa inşa yazmaq tapşırılıb. Yazmaqda çox zəif idi və bu tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirdi. Cekdən soruşdum ki, növbəti testin inşa suallarından ibarət olduğunu və ev tapşırığının inşa yazmaq olduğunu öyrənəndə hansı hissləri keçirib. Boynuna aldı ki, yazı yazmağı xoşlamır, çünki özünü rahat hiss etmir. Məktəbin get-gedə asanlaşmadığı, əksinə çətinləşdiyi barədə söhbət etdik. Oğlum başa düşdü ki, bir neçə yolu var. Birinci yol, eyni yolda davam edib gələcəyə ümid etməli. İkinci yol, birlikdə çalışa bilərik. Cekin test tapşırığı həll edərkən fəndən və yazı yazmaqdan asılı olmadan özünü rahat hiss edəcəyi yola başvurmalıyıq. Ağıllı uşaqdır. Hansı cavab istədiyimi bilirdi. Amma məncə seçim etmək fəaliyyətin ən mühüm hissəsidir. Günün axırında Cekə elə gəlirdi ki, mütaliə məsələsi ilə bağlı ona təzyiq edirəm. Nəhayət, ona niyə bunun vacib olduğunu düşündüyümü, əgər çalışmasa nəticənin nə olacağını başa saldım və hə cavabını aldım. Həmçinin qeyd etdim ki, məsələ təkcə məktəbdəki qiymətlərlə bağlı deyil. Bizim evdə bir atalar sözü var. Qiymətlər nə qədər ağıllı olduğunun yox, nə qədər çalışqan olduğunun göstəricisidir. Bu deyimi təkrarlamağı sevirəm.
həqiqət olduğunu da çox görmüşəm. Əlbəttə, bəzi adamlar bacarıqlı akademik olaraq doğulurlar. Çox az çalışaraq əla qiymətlər ala bilirlər. Amma onu da qeyd edim ki, bütün şagirdlərin xüsusi köməyə ehtiyacı olan uşaqlar istisna olmaqla çox çalışaraq yüksək qiymət almaq bacarığı var. Əgər bu barədə diqqətlə düşünsən, görərsən ki, bu bir uşaq üçün həm ən yaxşı, həm də ən pis xəbərdir. Əla xəbərdir, çünki qiymətlərin hamısı yaxşı ola bilər. Pis xəbəri isə odur ki, qiymətlərinə nəzarət etməli olursan. Pis qiymət alsan, heç kimi günahlandıra bilməzsən. Nə müəllimi, nə valideyni, nə də dərsdə yanında oturub çox danışan şagirdi. Buna görə yalnız sən günahkar olursan. Kollec tələbələri ilə çox işləmişəm. Dərslərdən pis qiymət almaqlarına şikayət edəndə, xüsusilə də bunda professoru günahlandıranda gülürəm. Onlara hüquqşünas olmaq istəyib hüquq məktəbinə gedə bilməyən bir oğlanla danışıram. Həmin oğlan fikirləşir ki, ictimai kitabxanada havayı dərs öyrənə bilər. Nə professor var, nə hansısa qiymət almaq məcburiyyəti, nə də kənardan müdaxilə. Baxın görün, nə olub? Universitetə imtahan verən kimi qəbul olunub. Hamımız Avram Lincoln ola bilmərik. Amma yaxşı qiymət almaq istəyən hər kəs çalışsa, məqsədinə çata bilər. Mütaliə ancaq yaxşı qiymət almaq üçün vasitə deyil. Tənbəl oxucu ilə söhbət edərkən bunu mütləq qeyd etmək lazımdır. Mütaliə əslində bütün mövcud əyləncə növlərini özündə birləşdirən məşğuliyyətdir. Əyləncəlidir, təhlükəlidir, gülməlidir, qorxuducudur. Kitab oxuyarkən hər cür hisslər keçirə bilərsiniz. Bu hisslər dərinliyi və gərginliyi ilə sizi təəccübləndirə bilər. Ən mükəmməl kitablar sayəsində müxtəlif dünyalara səyahət edib, zaman və fəzadan keçirik. Əcinnələrlə döyüşürük, sevirik və s. Bir neçə saat bizi pəncəsində saxlayıb başımıza fırlanan, sonra qəfil bitən filmlərdən fərqli olaraq kitablar bizə dünyaya sahiblənməyə icazə verir. Dost kitablarımızdakı hər xırda şeyi də hiss edə bilirik. Əgər doğru kitabı oxuyursansa, onu əlindən qoymaq istəmirsən. İstəmirsən ki, qurtarsın. Mütaliə məhz bu deməkdir. Bu, yaxşı qiymət almaq üçün çalışmaqdan daha maraqlıdır. Əsas məsələ odur ki, buna özündə inanmalısan. Yoxsa bu söhbətin heç bir mənası olmaz. Əgər illər əvvəl uşaqlara, işə başınız qarışıb oxumağa dayandırmısınızsa, çalışın əvvəllər sevdiyiniz bir kitabı yenidən oxuyub, daxilinizdəki qığılcımı alovlandırasınız. Mühüm məsələ ondan ibarətdir ki, mütaliənin dəyərli olmasına inanmalısınız. Oğlunuz və ya qızınız mütaliəni dəyərləndirdiyinizi görməlidir. Bu isə yalnız onlar sizi kitab oxuyan görsələr baş verər. Məndən daha ağıllı bir nəfər bir dəfə deyib. Uşaqlar heç nə eşitmirlər, amma hər şeyi görürlər. Valideyn olaraq bilirik ki, düz deyilib. Uşaqlar dediyim kimi et və ya mənim kimi yana söhbətlərini xoşlamırlar. Onlar bunu görməyi sevirlər. Əgər kitab oxumursunuzsa, onlar da oxumayacaqlar. Bu qədər asan. Ona görə də kitabdan yapışın. Bəlkə də görəcəksiniz ki, oxumağı yenidən sevirsiniz. Bu çox mühümdür. Çünki övladınızla söhbət etdikdən və onu mütaliəyə həvəsləndirdikdən sonra demək olar ki, ən çətini sənin və tənbəl oxucun üçün artıq arxada qalmış olur. Bacarığı inkişaf etdirmək üçün zaman ayırmalısan. Artıq gün ərzində heç olmasa ən az 1 saat vaxt tapmalısan ki, tənbəl oxucunla birlikdə kitab oxuyasan. Bilirəm. Kimin vaxtı var ki? Və burada da kələf dolaşır. İndiyə qədər baş verən bütün proseslər zərif və xoş təəssüratlarla dolu olur. Axı kim bilmir ki, mütaliə vacib məsələdir? Bu sözlərin müəllimlərin, ocaqçıların, körpələrin xeyrindən danışan siyasətçilərə bənzəyir. İndi gəl görək mütaliə nə qədər vacib məsələdir. Bu, uşaqların getdiyi idman növlərindən hər hansı birindən daha vacibdirmi? Mütaliə üçün daha çox vaxt qalsın deyə bu idman növlərindən birini azaltmaq istəyirsənmi? Mütaliə gecələr televizora baxmaqdan daha vacibdirmi? Əgər gün ərzində mütaliəyə vaxt yoxdursa, zəhmət olmasa başqa işlərinizdən birini təxirə salın. Jacklə məşğul olarkən ona Barack Obamadan danışmışdım. Obamanın anası hər səhər saat 4-də oğlunu yuxudan oyadırdı ki, birlikdə dərs oxusunlar və oğlu məktəbdə uğur qazansın. Siyasi tərəfi bir kənara qoysaq, bu təhsilə önəm verən ana haqqında əla hekayədir.
Amma oğluma dedim ki, səhər 4-də oyanmağa ehtiyac yoxdur. Əlavə saata ehtiyacımız varsa, səhər saat 7-də də oyanmaq bəsidir. Yox, əgər yuxuya daha çox əhəmiyyət verirsə, onda məşğuliyyətlərindən birini dayandırmalı olacağıq ki, kitab oxuyaq. Oğlum səhər tezdən oyanmağı seçdi. Elə bu barədə fikirləşirdik ki, Cekin bəxti gətirdi. Kitabları mən şirniyyatı ağzıma basan kimi bir-birinin ardınca az gözlüklə oxuyan kiçik qardaşı Will səhər tezdən kitab oxumaq üçün yalvarmağa başladı. Beləcə SKK yaradıldı. İlk həftə çox çətin keçdi. Nəhayət şikayət etməməyə qərar verdik. Hər səhər oğlanlarım yuxulu gözlərini ovuşduraraq sakitcə aşağı mərtəbəyə qonaq otağına düşürdülər. Onlara qəhvə hazırlayırdım. İşığı yandırıb oxumağa başlayırdıq. Əvvəllər yatarkən Harry Potter kitablarını oxuduğumuzdan elə bu seriya ilə davam etdik. Uşaqlarıma 4-cü sinifdəki müəllimimin Britaniyalı Miss Harvey'in öyrətdiyi 2 məsələni tapşırdım. Dik oturub kitabı qələmlə oxumalısan. Birinci həftə ərzində uşaqlar nə baş verdiyini tam başa düşmürdülər. Amma tapşırığa diqqətlə riayət edir, başa düşmədikləri sözlərin altına xətt çəkib lüğət hazırlayırdılar. Həftənin sonunda SKK-nın işini dəyərləndirməyə çalışdım. Çətin idi, amma düzünü desəm, hər şey çox yaxşı idi. Uşaqlar məktəbdə çox yorulurdular, mən isə səhərlər daha az işləyə bilirdim. Oğullarım yeni rejimlə bağlı çox həyəcanlı idilər. Qorxurdum ki, onları kitaba həvəsləndirmək əvəzinə əksinə kitabdan uzaqlaşdıraram. Tərbiyə verməyin əsas elementlərindən biri də doğru qərar verib-vermədiyim barədə düşünməkdir. Qərar almışdıq ki, səhərlər kitab oxumaq həftənin 5 günü davam etsin, yəni bazar ertəsindən şənbə gününə qədər. Həftə sonu hər şey barədə bir də düşünməliydim. Bazar günü gecə eşitdim ki, uşaqlar bazar ertəsi kitabı kimin birinci oxuyacağı barədə mübahisə edirlər. Bu mənə zibil atmaq növbəsi kimindir mübahisəsini xatırlatdı. Belə bir şey idi. Kiçik təcrübəm uğursuzluğa düçar olmuşdu. Həkim kimi düşünmüşdüm. Əvvəlcə ziyan vurmamaq lazımdı. Güya kitab oxumaq bacarığını inkişaf etdirəcəkdim, amma eşitdiklərimdən sonra başa düşdüm ki, mütaliəni lazımsız və axmaq məşğuliyyətə çevirirəm. Bu yaxşı deyildi. Dərindən nəfəs alıb özümü hazırladım ki, sabahki mütaliə sessiyasına xitam verim. Məsələnin başqa, daha uyğun həllini düşünməliydim. Amma elə təzəcə yerimdən tərpənib getməyə hazırlaşırdım ki, qəfildən hər şeyi başa düşdüm. Uşaqlar kimin oyanıb kitab oxumalı olduğu barədə mübahisə etmirdilər. Onların hər biri kitabı birinci oxumaq istəyirdi. Müvəqqəti uğurun şirin qoxusu. Müvəqqəti sözünü niyə işlətdim? Çünki cəmi 2 həftə idi çalışırdıq və hiss edirdim ki, artıq həvəsim ölür. Həmin vaxta qədər sonuncu Harry Potter kitabını bitirmişdik. 3 nəfərlik kiçik mütaliə klubumuzda növbəti kitabın nə olacağı barədə mübahisələr gedirdi. Müzakirə edərkən fikir verirdim ki, Jack artıq söhbətdən kənarda dayanır. Əvvəlki kimi mütaliəyə həvəssiz oxucuya çevrilir. Elə bu vaxt qərar verdim. Necə yazmağı bilirdim. Faktiki olaraq yazmağı sevirdim. Hətta bir dəfə karyerada motivasiya barədə yazdığım yazı New Yorkun məşhur nəşriyyatlarından biri tərəfindən çap edilmişdi. Son illərdə isə bitməmiş ssenarilərdən ibarət qalaqları və 3 çap edilməmiş romanı şkafımda toz basmışdı. Növbəti gün dəhşət janrında romanım Gecə əsməcəsini siyirtmədən çıxardım. Uşaqlar mənim yazdığım nəyisə oxumaq fikrini çox bəyənmişdilər. Səbirsizliklə onlara verəcəyim hissələri gözləyirdilər. Kitabı yazarkən Stephen Kingdən təsirləndiyim üçün dili çox kobud idi və zoraki qətl səhnələri vardı. Uşaqların oxuya biləcəyi hissəni seçməyə çalışırdım ki, artıq oğullarımın həvəsinin öldüyünü gördüm. Elə bu vaxt əcinli ovçusu Jack Templer əsəri doğuldu. Qərar aldım ki, məhz onlar üçün yeni əsər yazım və həvəsləndirim. Əsər əcinli ovçusu olmağa çalışan 2 oğlan, Jack və ən yaxın dostu Will haqqında olacaqdı. Əsər döyüş, kütləvi qırğın və bu kimi nəfəs kəsən səhnələrlə dolu olmalıydı. Biraz romantikada qatmaq olar. Yaxşısı budur ki, qoy elə kitab uşaqlarım haqqında olsun. 1-ci fəsli yazdım. İlk fəsildə əsas qəhrəmanları təqdim etdim və fəsil döyüş səhnəsi ilə bitdi. 1-ci fəsil oxunan zaman Jackin növbəsi idi. Jack tələyə düşdü və planım baş tutdu. İndi çox yazmalıydım.
Jack Templeri bitirəndə onun uşaqlara böyük təsir göstərdiyini gördüm. Məsələn, uşaqlarımın məktəbdə üzləşdikləri hadisələr kitabda öz əksini tapırdı. Jack'in döyüşkən sinif yoldaşı ilə üzləşdiyi səhnə həqiqətən baş vermişdi. Onlardan oğlanı dayandırmaq üçün nə etdiklərini soruşdum. Məlum oldu ki, söhbətə qarışmayıblar. Əlbəttə onlara atalıq dərsi verə bilərdim, amma bunu sonraya saxladım. Jack Templerin məsələdən necə çıxış yolu tapması onlara oxuyacağım uzun mühazirədən 100 dəfə daha təsirli idi. Məsələnin möcüzəli tərəflərindən biri də o idi ki, Jack, mənim Jack'im daha tənbəl oxucu deyildi. Heç oxucu da deyildi. O artıq qarşısı alınmaz azgöz mütaliəçi idi. O oxuculardan idi ki, gecələr ehtiyac olmasa da Kindlini başının altına qoyurdu. Liftdə və ya eskalatorda qalxarkən kitab oxuyurdu ki, yazılı dünyadan nəsə əldə etmək üçün əlavə vaxt itirməsin. Fırtınalı mütaliə saatları arasında hər iki oğlumun mənə verdiyi bir sual vardı. Ata, ikinci kitabı nə vaxt bitirəcəksən? İndi Jack Templer Əcinli Ovçusu Akademiyasında kitabını yazıram ki, onları həvəsdən salmayım. Jack Templerə həqiqətən borçluyam. O oğlumu oxucuya çevirdi. Mən uşaqlarıma kitabım ikinci hissəsini yazmaqdan yaxşı hədiyyə tanımıram. 3-cü fəsil. Onlarla birgə kitab oxumağa vaxt ayırın. Uşaqları ilə kitab oxumağa vaxt tapmaq valideynlərin çoxu üçün prosesin ən çətin hissəsidir. Demək olar ki, hamımız günü müxtəlif fəaliyyət növləri və tapşırıqlarla doldurmuşuq. Yaxşı, əlavə vaxtı hardan tapaq? Əvvəlki fəsildə problemin tapdığım həll yolunu sizinlə bölüşmüşəm. Səhər tezdən oyanmanı bir neçə səbəbdən seçmişəm. Birincisi, rahat rejimə keçdik. Böyük oğullarımıza adətən yatmaq üçün vaxt qoymuruq. Ona görə də indi səhər tezdən durarkən əvvəlki qədər yatmaq üçün onlara gecə yatmaq vaxtını təklif edə bilərdim. İkincisi, müdaxilə yoxdur. Bilirdim ki, əgər SKK-nı məktəbdən sonra ya da gecə vaxtına salsam, mütləq nəsə bizə mane olacaq. Üçüncüsü, fikri yayındıran heç nə yoxdur. Bu planı həyata keçirərkən bizim həm də 3 yaşlı əkizlərimiz və 2 yaşlı balaca uşağımız var idi. Uşaqlar 6:30-7:30 arası yuxuda olduqlarından evə nadir hallarda olan sükut çökürdü. Həmçinin telefonum heç vaxt səhər saat 7-də zəng çalmır. Əgər gündüz olsaydı, yəqin ki, fikrimizi yayındıran çox hadisə baş verərdi. Dördüncüsü, səhər tezdən oyanmaq əsl həyatı hiss etməkdir. Ben Franklin'in erkən yatıb səhər tezdən oyanmaq adamı sağlam, zəngin və ağıllı edir məsələni uşaqlarıma izah edib, onları inandırdım ki, məndən də ağıllı bir nəfər səhər tezdən oyanmağın yaxşı fikir olduğunu bildirib. Balıqçılar və ovçular da səhər tezdən oyanırlar. Ona görə də bəzən səhər tezdən qalxıb işlərini görməli olursan. 5-ci, əvvəllər səhərlər yorğun olurdular. Sizə qəribə görünə bilər, amma məhz elə bu səbəbdən səhər 4:30-da yuxudan qalxıb kitab yazırdım. Gündüz işimdə olduqca məşğul olurdum. Adətən yataqdan qalxanda beyninin bir tərəfi oyaq olsa da, digər tərəfi hələ də yuxular aləmində qalmış olur. Ona görə də yumşaq divan, yuxuya bənzər ocaq yeri və isti şokolad uşaqlarımın əcinnələr, Hogwartlar dünyasına, Half-Blood düşərgəsinə daxil olmasına asanlaşdırırdı. Əgər məktəbdən sonra kitab oxusaydıq, bu əsla belə olmazdı. Bir məsələni də qeyd etməliyəm. İstədiyiniz vaxtı seçin, işə yarayacaq. Səhər vaxtını yuxarıdakı səbəblərdən çox xoşlayıram, amma ən vacibi odur ki, uşaqlarınıza vaxt ayırırsınız. Hətta bunun üçün nəyisə qurban verməli olsanız da. Uşağınızın nədənsə əl çəkəcəyinə qərar verərkən, onun üçün ən xeyirli olanı saxlamağa çalışın. Əlbəttə, qış futbolu uşağınızın gələcəyinə yaz futbolundan daha çox yardımcı olacaq. Amma bunun elə də fərqi yoxdur. Hətta fərqi olsa da düşünün ki, uşağınız üçün ən yaxşısı nədir? Topu düzgün istiqamətdə atmaq yoxsa yaxşı oxucu olmaq? Bura qədər oxumusunuzsa deməli boş danışmıram. Əsas məsələ vaxt tapın. Ən azı yarım saat ya da 45 dəqiqə. Əgər həqiqətən ciddisinizsə 1 saat. Buna görə heç vaxt peşman olmayacaqsınız. 4-cü fəsil. Oxumaq üçün xüsusi yer seçin. Mütaliə prosesini nə qədər maraqlı və asan hadisəyə çevirsəniz, oğlunuz və ya qızınız o qədər zövq alacaq. Təsəvvür edirəm ki, ədəbiyyat dünyasının ən güclü adamları mübahisə edəcək.
Gərək yeniyetmə ilə birlikdə stol arxasında oturub oxuyasan ki, diqqəti yayınmasın. Mən əksini düşünürəm. Əylənmək üçün kitab oxuyanda heç vaxt stol arxasında, möhkəm stulda otura bilmərəm. Divanda, yataqda və ya çöldə, otluqda uzanmağa üstünlük verirəm. Soyuqdursa yorğana bürünürəm, itlərimi ayağımın yanında saxlayıram ki, arabir əyilib sığallayım. Mənə görə oxumaq həm də dincəlməkdir. Uşaqlarıma da eyni hissləri yaşatmağa çalışdım. Evimizdəki qonaq otaqlarından biri balaca uşaqlarımın oyuncaqlarının dağılmadığı nadir güşələrdən biridir. Səhərlər əvvəlcə içməyə bir şey hazırlayırdıq. Mənə kofe, uşaqlara isti şokolad. Divar sobasını yandırırdım. İsti və yumşaq yorğanları qonaq otağına daşıyırdım. Divanın ətrafında dövrə vurub otururduq ki, uşaqların nə oxuduqlarını görə bilim. Beləcə, o günkü müəllifin danışdığı maraqlı və qəribə səyahəti başlayırdıq. Uğur qazanmış digər valideynlərlə də söhbət etdim. Onlar uşaqlarına ya oyun evində, ya da yorğanlardan düzəldilmiş çadırlarda lampa işığında kitab oxuyublar. Yaxud da isti havalarda çöldə oturublar. Əgər kitab oxumağı xüsusi rahat və maraqlı yer seçirsinizsə, oxumaq da maraqlı alınacaq. Sonuncu hissə çox mühümdür. Uşaqlarınız hər şeyi sizinlə birlikdə planlaşdırırlarsa, deməli uğur qazanmısınız. Yox, əgər hiss etsələr ki, bu birgə görülmüş işdir, onda uddunuz. Yox, əgər onlar bütün qərarları özü verən diktatorun seçiminə tabe olduqlarını hiss etsələr, onda uduzdunuz. Hər şeyi əyləncəli edin və əmin olun ki, qazanacaqsınız. 5-ci fəsil. Kitabı düzgün seçin. İndi keçək ciddi məsələlərə. Deməli, uşaqlarınızı birlikdə kitab oxumağa razı salmısınız və yeri seçmisiniz. İndi qalır bir məsələ. Nə oxuyacaqsınız? Jackdən tənbəl oxucular üçün yazdığım bu kitaba məsləhət olaraq nə əlavə edə biləcəyimi soruşdum. O, analizlərlə və addım-addım tapşırıqlarla maraqlanmadan məsləhətini açıq-aydın və sadə bildirdi. Mütaliəni sevmək, xoşladığın kitabı tapmaq deməkdir. Bu qədər sadə. Oğlumdan soruşdum ki, əgər SKK-ya başlamamış Rick Riordan'ın Kane Xronikaları kitabına təklif etsəm necə olar? 5 həftədə 100 kitab oxuya bilərikmi? Gülümsəyib çiynini çəkdi və dedi. Çox güman ki, yox. Əsas məsələ lazımlı kitabı tapmaqdır. Lazımlı kitab deyəndə əslində həqiqətən maraqlı kitabı nəzərdə tuturdu. Yaxşı, bəs seçdiyin kitabın lazımlı olduğunu hardan biləcəksən? Düzünü desəm, mən hələ də yayılmış stereotiplərə və New York Times qəzetinin seçdiyi ən yaxşı kitablar siyasına güvənirəm. Müstəqil nəşr edilən yazıcı kimi bunu demək mənə əzab verir, amma azad bazar bu məsələdə çox yaxşıdır. Belə başa düşdüm ki, dünya əhalisi Harry Potteri oxuyursa, kitab pis ola bilməz. Və elə bundan başladıq. Bundan başqa artıq Harry Potter kitablarının çoxunu gecə yatmazdan qabaq uşaqlarıma oxumuşdum. Kitabla tanış idik. Oğlanlar döyüş mənzərələrini sevdiklərindən həmçinin Percy Jackson və İldırım Oğrusu kitabını oxuduq. Nəticəsi əla oldu. Valideynlər məndən soruşurlar ki, əgər oxucuları sehirli dünyaları, Yunan allahlarını və ya vampirləri xoşlamırlarsa necə olacaq? Qızınızı və ya oğlunuzu kitab seçmə prosesinə qoşun. Təklif edirəm ki, onların maraqlarından ibarət siyahı hazırlayın. Ən çox sevdikləri şey nədir? Heyvanlar? Əla, siyahıya əlavə edin. İnqilab müharibələri? Nə gözəl, yazın. Növbəti addım ictimai kitabxanaya getmək olacaq. Siyahını kitabxanaçıya uzadıb məsləhət istəyin. Amma kitabxanaçının dediyi kitabları o dəqiqə götürməyə tələsməyin. Ən yaxın kitab mağazasına da baş çəkin. İnanın, bəzən kitab mağazası kitabxanadan daha çox yararlı olur. Orada sizə uşaqların son dövrlərdə oxuduğu kitablar barədə əla məsləhət verə bilərlər. İndi əlinizdə uşağınızın maraqlarına istinadən hazırlanmış məsləhət siyahısı ilə istədiyiniz kitabı tapa bilərsiniz. Tənbəl oxucunun gözündə kitabı ucaltmağın 5 yolu. 1. Sürətli və nəfəs kəsən səhnələr. Gərək elə səhnə tapasan ki, oxucunu boynundan tutub hekayənin içinə sala biləsən. 2. Uyğun xarakter. Məhz elə buna görə kitablarımdakı qəhrəmanlar hədəf auditoriyası ilə eyni yaşdadılar. Gərək oxucuya özü ilə eyni yaşda olan adam haqqında oxuyasan ki, maraqlana. 3. Kulminasiya.
Prosesin işə yaramağı üçün gərək hər hissənin sonunda nəfəs kəsən kulminasiya olsun. 4-cü, qısa mətn. Əgər artıq oxucunu həvəsləndirmisinizsə, bu bənd elə də əhəmiyyətli deyil. Harry Potter kitablarına baxın. Birinci kitab sonuncunun 1/3 qədərdir. Sonuncunun az qala İncil qədər böyük olması isə hələ heç bir oxucunu narahat etməyib. 5-ci, seriyalar. Çalışın oxucunu seriya kitablarla əldə saxlayın. Birinci kitaba maraq salıbsa, asanlıqla ikinciyə keçə bilərsiniz. Əlbəttə, bir cildli, amma hədsiz maraqlı olan çox kitab var, lakin oxucuları əvvəlcə seriya kitaba həvəsləndirmək çox vacibdir. Müstəqil kitablar haqqında. Əgər bacarsanız, kriteriyalarınıza uyğun müstəqil çap edilmiş kitablar tapın. Bu barədə sonra danışacağım, amma qeyd etməliyəm ki, SKK-da müəlliflə əlaqə də nəzərdə tutulur. Əlbəttə ki, Rick Riordan, Rowling və ya Stephanie Meyer kimi yazıçılardan e-maillə cavab almaq və ya onlarla görüşmək çox çətindir. Amma müstəqil nəşr edilən yazıçılar oxucularla adətən əlaqə saxlayırlar. Ona görə də tezliklə belə yazıçılardan cavab alacağınıza əmin olun. Məsələn, Əcinli Ovçusu Jack Templer kitabından fən, məktəb layihəsi kimi istifadə edən uşaqlar bilirlər ki, onlarla əlaqə saxlamağı xoşlayıram. Buna görə də mənə məktub göndərirlər. Hər birinə qısaca cavab verməyə çalışıram. Bundan həm mən zövq alıram, həm də onlar. Əminəm, Rowling çox istərdi ki, vaxtı olsun oxucularla münasibət qursun, ancaq bu mümkün deyil. 6-cı fəsil. Qoy ucadan oxusunlar. Mütaliə məhz tənbəl oxucu tərəfindən özü də ucadan həyata keçirilməlidir. Övladınızın həqiqi oxuma bacarığını yalnız bu yolla qiymətləndirə və çətinlik çəkdiyi yerləri öyrənə bilərsiniz. Uşaq olarkən əlimə keçən hər şeyi sürətlə oxumağıma baxmayaraq, ucadan oxuma bacarığım olmayıb. Hətta yuxarı siniflərdə məndən ucadan oxumağım istəyəndə narahat olurdum. Sonralar kollecdə və gələcək karyeramda bunun öhdəsindən gəldim. İndi böyük qrupların qarşısında çıxış edə bilirəm. Tənbəl oxucunuz inatla sizə sübut edə bilər ki, ürəklərində oxusalar daha sürətli və daha yaxşı oxuya bilərlər. Bəlkə də haqlıdırlar, amma biz bunu qəbul etmirik. Onların harda çaşdıqlarını, hansı sözü səhv tələffüz etdiklərini və ya bilmədiklərini, hansı hissədə terminlər arasında ilişdiklərini bilməlisiniz. Övladınızın kitab oxumasından asılı olaraq uyğun kitabı seçə və sərfəli metoddan istifadə edə bilərsiniz. Və ya uşağınızın lüğətində çətinlik çəkdiyi sözlərdən xəbərdar ola, ya da əksinə onun düşündüyünüzdən daha əla oxucu olduğunu öyrənə bilərsiniz. Əgər övladınız mətni ürəyində oxusa, bunların heç birini öyrənə bilməyəcəksiniz. Ciddi və daha akademik qiraət üçün nə etməli? Bu mənim səlahiyyətimə aid deyil. Yuxarıda qeyd etdiyim kimi, bu sahə üzrə mütəxəssis və ya ekspert deyiləm. Sadəcə uşaqlarını oxumağa həvəsləndirən bir atayam. Əgər fonetika, qiraətin əsasları və digər şeylər haqqında öyrənmək istəsəniz, övladınızın getdiyi məktəbdəki dil, ədəbiyyat mütəxəssisi ilə söhbətləşin. O sizə bu barədə faydalı məsləhətlər verəcək. İctimai məktəblərdə müəllimlər məsləhəti havayı verirlər. Elə buna görə də oradadılar. Vaxtlarının çoxunu valideynlərə kömək etmək üçün yalvarmaqla keçirirlər. Ona görə də sizin kimi maraqlı valideyn onlar üçün dərmandır. Şübhəniz varsa, peşəkarlarla danışın. 7-ci fəsil. Karandaşla oxuyun. Bəlkə bu sizə biraz sadə görünəcək. Kitabxana kitablarından söhbət gedirsə tərbiyəsizlik kimi də görünə bilər. Amma mən oğullarıma karandaşla oxumağı öyrətdim. 4-cü sinifdə oxuyarkən müəlliməm Britaniyalı xanım Harvey mənə stulda dik oturmağı, həmişə əlində karandaşla oxumağı öyrətdi. Həmişə əlində karandaşla oxumalısan yazdığımı görsəydi şübhəsiz ki, sevinərdi. Bu bütün həyatım boyu əməl etdiyim vərdişlərdən oldu. Əlimdə, qulağımın arxasında qələm və ya karandaş olmadan oxuyarkən özümü çılpaq hiss edirəm. Bəlkə altından xətt çəkməli olduğum bir cümləyə rast gəldim, onda necə olsun? Bəlkə elə gözəl abzasla rastlaşdım ki, sonradan onu tapmaqda çətinlik çəkdim. Bəlkə oxuduğum hansısa fikir məndə yeni ideya yaratdı və bunu mütləq o anda qeyd etməliyəm. SKK-da uşaqlarım həmişə karandaşla mütaliə edirdilər. Onları xoşladıqları ifadələri xətləməyə həvəsləndirdim. Amma bunun bir səbəbi də var, lüğət.
Səhər mütaliəsini başa vurduqdan sonra mütləq gedib altından xətt çəkdiyin sözləri ayrıca vərəqə yazmalısan. Beləcə məktəbdəki kimi sadə lüğət siyahısı yaradırsan. Bu, müəllimlərin məktəbdə əlavə lüğət dərslərinə bənzəyir. Hər sessiyanın sonunda yoxlama aparırsan ki, görəsən sözləri xatırlayırlar ya yox. Uşaqlarımı sözlərin düzgün yazılışı məsələsi ilə çox yükləmirdim. Əsas tələffüz və sözü düzgün yerində işlətmək idi. Beləcə klubumuz məktəbə daha az bənzəyirdi. Biz yazıçının təklif etdiyi təcrübəni bölüşməyə çalışırdıq. Yazıcı müəyyən sözü seçərək işlədibsə, deməli bildiyi nəsə var və biz də onun təcrübəsinə mütləq uymalıyıq. Əgər bu yoldan da keçdinizsə, gəlin növbəti addım ataq. 8-ci fəsil. Qoy özlərini rahat hiss etsinlər. Əvvəlcədən qarşınıza bir qayda qoyun. Sözləri bilməsələr də, hər hansı ideyanı başa düşməsələr və ya çətin sözləri tələffüz edə bilməsələr də, onları danlamayın. Siz onları yoxlamaq üçün yanlarında oturmamısınız. Özünüzü saxlamağa çalışın. Demək istəyirəm ki, əgər hər hansı 3 hərfli sözü düzgün tələffüz etməsələr, üzünüzdə təəccüb ifadəsi yaranmasın. Hansısa sadə sözün izahını bilməsələr, çalışın qətiyyən heyrətlənməyəsiniz. Sözlərdə ilişib qalsalar ümidsizlik ifadə etməyin. Bu məsələdə özünüzə əmin olmalısınız. Gərək müqəddəs adamlar kimi səbirli olasınız. Üzünüz isə günahkar üzü kimi ifadəsiz olsun. Uşaq olarkən qazandığım ucadan oxuma təcrübəmi oğullarımla bölüşməyi uyğun bildim. Ən vacibi isə səhər mütaliəsi zamanı özümün də bilmədiyim sözlər olduğunu göstərirdim. Beləcə, əslində atalarının da lüğətində boşluq olduğunu görən uşaqlarım hər hansı sözü bilməyəndə narahat olmurdular. Bəlkə bu sizə təəccüblü görünəcək, amma 30 dəqiqəlik səhər mütaliəsi zamanı bu vacib məsələdir. Əgər uşaqlar sıxılsalar, rahat olmasalar, özlərini elə aparacaqlar ki, güya bilmədikləri sözü bilirlər. Beləcə sizin xoşunuza gəlməyə çalışacaqlar. Lüğət siyahısı hazırlamağa özünə şərəf bil. SKK-da heç vaxt ittiham və ya mühakimə olmur. 9-cu fəsil. Qoy kitabları yalnız sizinlə oxusunlar. Kollecdə iqtisadiyyat dərsi keçirdim. O vaxt fikrimi məşğul edən məsələlərdən biri də kəsrin qiyməti yaratması idi. Bununla bağlı De Beers şirkətində olmuşduq. Brilyantların daxili bazara axınını necə təmin etdiklərini, qiyməti və dəyər nəzarətdə saxlamalarını müşahidə etmişdik. Qısaca izah edim, insanlar özlərində olmayan şeyi arzulayırlar. Xüsusilə də əldə edə bilmədikləri şeyi istəyirlər. Beləcə artıq işə başlamısınız. Mütaliə üçün xüsusi yer və uyğun kitabı seçmisiniz. Deməli, indi tənbəl oxucu ilə nə isə bölüşürsünüz. Amma bir məsələ də var. Kitabı oxucudan nə qədər uzaq saxlasaq, o qədər həvəs göstərəcək. Niyə? Səbəbini bilmirəm. Sadəcə bilirəm ki, məndə bu işə yaradı. Sadəcə istəyirdim ki, oğullarım kitaba bağlansınlar. İstəyirdim əlavə bir dəqiqə oxumağı arzulayıb gözlərini kitabdan çəkə bilməmək hissini yaşasınlar. Çox istəyirdim ki, kitabı getdikləri hər yerə aparsınlar. Çünki ona o qədər bağlı olursan ki, əlavə dəqiqə tapan kimi də oxumaq üçün əlinin altında olmağını istəyirsən. Oğullarımın kitabın SSK-nın həsrətini çəkmələrini istəyirdim. Elə ona görə də kitabda hər başlığın sonunda həyəcan verici cümlənin olmağı çox önəmlidir. Əksər romançılar bundan çox gözəl istifadə edə bilirlər. İlk bir neçə başlığın sonundakı cümlələrə baxmaq kifayətdir ki, onun həyəcan verici olub olmadığını müəyyən edəsən. Məsələn, Əcinli Ovçu Jack Templer kitabındakı bir neçə başlığın sonuna baxaq. Cəld çantamı tapıb qaçmağa başladım. Həmin vaxt bilmirdim ki, ilk əcinnə ilə rastlaşacağam. Hətta indinin özündə belə həmin günü xatırlayarkən çətinliklə inana bilirəm ki, üçümüzdən biri 24 saatdan az müddət sonra həyatdan köçəcəkdi. Şeytani Qulyabanı ağacların arasından çıxaraq ağ dişlərini göstərdi və iyrənc şəkildə mırıldadı. Kitabı bağlayıb tənbəl oxucuya artıq sessiyanın bitdiyini, lüğət hazırlamaq vaxtının gəldiyini deyəndə davam etmək istəklərini görəcəksiniz. Məsələn, onlardan zarafat edirsən, heç vaxt, ədalətsizlik kimi etiraz sözləri eşidəcəksiniz. Olduqca gözəl hisdi, hətta onlar məndən xahiş edirdilər ki, kitabı sonradan özləri oxusunlar. Cavabım yox. Nə vaxtsa onsuz da hə olacaqdı. İstəyirdim ki, səhərə qədər daha da həyəcanlansınlar və hekayənin ardında nə olacağını səbirsizliklə gözləsinlər.
Əgər növbəti hissədə nə olacağını bilmək üçün yalvarmırlarsa, başqa bir kitab seçə bilərsiniz. Əgər mütaliə vaxtından başqa vaxtlarda oxumaq üçün kitab istəyirlərsə, ki bu artıq uğurdur, onlara SKK üçün seçdiyiniz yolla kitab seçin. Amma heç nəyə baxmayaraq qoy səhər mütaliəsindən uzaq qalmasınlar. Əlavə kitab sadəcə proqram əlavə olacaq. Əgər digər kitabı hədsiz sevdilərsə, yenə də yaxşıdır. Axı biz də elə bunu istəyirdik, elə deyil? Qoy kitab oxusunlar, deməli təcrübə baş tutub. Müəlliflər kitab sonluqları üzərində çox çalışırlar. Ona görə də tənbəl oxucuya sonda yaxşı nəticə əldə etmək üçün lap əvvəldən diqqətli oxumaq lazım gəldiyini göstərin. Əgər oxucular başqa kitaba kökləniblərsə, onlardan seriyanı davam etdirməyi tələb etməyin. Axınla gedin və imkan verin, qoy özləri rəhbər olsunlar. Unutmayın ki, məqsədiniz kitaba sevgi yaratmaqdır. İzləyin, görün harda daha çox həyəcanlanırlar. 10-cu fəsil. Kitabla bağlı. Əvvəllər də qeyd etdiyim kimi, bəzi yeniyetmə romanlarının qəhrəmanları hədəf qrupu ilə eyni yaşda olurlar. Onların üzləşdiyi çətinliklər eyni yaşdakı oxucuya tanış gəlir. Bəlkə də əksər yeniyetmələr sehirbaz olduqlarını bilmirlər, amma çoxları məktəbdəki hamını döyən, qoçu, kobud müəllim və ya müəllimə, onları vecinə almayan oğlan və ya qızlarla rastlaşıblar. Harry Potter, Ron və Hermiona'nın simasında yeniyetmə nəsil özünü görürdü. Beləcə, əslində, sehirdən uzaq olan real həyatda çətinliklərin öhdəsindən necə gəlməyi də öyrənirdilər. Jack Templer onu öldürməyə çalışan əcinnələrlə üz-üzə gəlməli olurdu, amma əslində öz şəxsiyyətini öyrənməyə çalışır, dəhşətli dərəcədə qorxmağına baxmayaraq cəsarətli olmağın yollarını axtarırdı. Kitabdakı əksər hadisələr öz oğullarımın məktəbdə başlarına gələnlərdir. Məktəbdə gördükləri, başlarına gələn hadisələri əks etdirməklə onların fikrini cəmləyə bilirdim. Ən yaxşı kitab o kitabdır ki, bizimlə danışır, əlaqə saxlayır, sonradan bizdə təsir oyadır. Ətraf dünyanı və özümüzü görməyə imkan verir. Yeniyetmə romanları adətən mövcudluğumuza, dünyadakı xeyrin və şərin nə olduğuna köklənir. Sessiyalarınızdan gözəl söhbətlər etmək üçün körpü kimi istifadə edin. Bu, mütaliə sessiyasından kənarda nahar zamanı da baş verə bilər. Qoy kitab uşaqlarınızla ünsiyyətin bir parçası olsun. Müzakirə olunmalı 10 əsas sual. 1. Sizcə qəhrəman düz edir? Niyə hə və niyə yox? 2. Əgər qəhrəmanın yerində sən olsaydın, bütün bu hadisələr sənin başına gəlsəydi, nə hiss edərdin? 3. Qəhrəman kimi hiss edəcəyin bir hadisə ilə üzləşmisən? Hansı hadisədir? 4. Əgər yenə həmin hadisə başına gəlsəydi, bu dəfə fərqli davranardınmı? 5. Birinci qəhrəmanla ikinci qəhrəman arasındakı münasibəti necə ifadə edərdin? Münaqişə varsa əla sualdır. 6. Səncə bu qəhrəmanların arasındakı problem nədən ibarətdir? 7. Birinci qəhrəman münasibətləri düzəltmək üçün nə etməlidir? İkinci qəhrəman münasibətləri düzəltmək üçün nə edə bilər? 8. Baş qəhrəmanda ən çox nə xoşuna gəlir? Bunu bir sözlə necə ifadə edə bilərsən? 9. Sən özünü bu sözlə ifadə etmək üçün hansı hərəkət etmisən? 10. Səncə qəhrəman ən çox nədən qorxur? Əgər qəhrəmanın yerində olsan, nə edərdin? Nədən qorxardın? Bu qorxunun öhdəsindən gəlmək üçün hansı addımlar atardın? Suallara yaxşı hazırlaşın, xüsusilə də qorxu ilə bağlı suallara. Çox güman ki, ilk dəfə bu sualı verəndə övladınız çiynini çəkəcək və ya heç cavab verməyəcək. Amma əgər onunla öz qorxunuzu, həqiqi qorxunuzu bölüşsəniz və ya uşaq olanda ildırımdan çox qorxurdum kimi cümlə işlətsəniz, söhbətə başlaya bilərsiniz. Bu münasibət üçün əla ideyadır. Həmçinin övladınızda tənqidi düşünmə qabiliyyəti yaratmaqla bərabər kitaba da həyat verir. 11-ci fəsil. Ardıcıllığa riayət edin. Bu əzab-əziyyətli kateqoriyaya aid olsa da olduqca mühümdür. Özünə arxain olmamış bu yola qədəm qoya bilməzsən. Əgər təcrübənizin övladınızın həyatına yaxşı dəyişikliklər edəcəyinə əmin olub ilk addımları atacaq, qısa müddət sonra isə sakitcə kənara çəkiləcəksinizsə, nəticə olduqca pis olacaq. Ümumiyyətlə, təcrübənin müddətini 10-12 həftə qoyun. Daha çox davam edəcəksə lap yaxşı, amma çox güman ki, bu müddət ərzində tənbəl oxucu artıq həvəskar oxucuya çevrilib özü kitab oxumağa başlayacaq. Yenə də onların mütaliəsi ilə maraqlana bilərsiniz.
Bu barədə sonra. Amma düşünməyin ki, bu proqramın sonu yoxdur. Əgər proqrama başlamısansa, gərək bitirəsən. Bir dəfə qayda qoydunsa, vəssalam. Bu məsələdə həyat yoldaşınız sizə yardımcı ola bilər. Əgər işgüzar səfərə getmisinizsə və ya qripə yoluxmusunuzsa, gərək əvəzləyiciniz olsun. Mənim etdiyim səhvi təkrarlamayın. Düşünməyin ki, 1-2 gün olmasanız heç nə dəyişməyəcək. 1-2 gün sonradan 3 günə, daha sonra 4 günə çevrilə bilər. Gərək bu məsələ üzərində dəfələrlə düşünəsən. Çox ümid edirəm, etdiyim səhvi təkrarlamayacaqsınız və davamlı olacaqsınız. Ardıcıl olsanız, həm siz, həm də tənbəl oxucunuz bunun bəhrəsini görəcəkdir. 12-ci fəsil. Öz hekayənizi yazın. Bildiyiniz kimi, bu, övladlarımla keçdiyim uzun yol olub. 2 kitabdan sonra hiss etdim ki, Jack hələ də kitaba tam bağlanmayıb. Növbəti kitabın hansı olacağını müzakirə edərkən gördüm ki, oğlum yenidən tənbəl oxuculuğa qayıdaraq heç bir kitabda bizimlə razılaşmır. Dedim ki, bir fikrim var. Səhər onlara təzə kitab gətirə bilərəm. Beləcə həmin gecə Əcinli Ovçusu Jack Templer romanının ilk hissəsini yazdım. Səhər səhifələri çapdan çıxarıb SKK-ya apardım. Jack çox maraqlandı. Baş qəhrəmanın onunla eyni adda olmağına çox sevindi. Hətta ad məsələsini qəhrəmanın səhər oyanıb təsəvvür etdiyindən də güclü və sürətli olması fikrindən daha çox sevdi. Kitabın Qulyabani, vampir, cin, şeytanlarla döyüşdən ibarət olacağını biləndə daha çox sevindi. Artıq qarmağa ilişmişdi. İndi gərək çox yazaydım. Düzünü desəm, həyatımın çox hissəsini xoş məşğuliyyət kimi yazmaqla keçirmişdim. Ona görə də roman yazmaq mənim üçün elə də çətin deyildi. Bilirdim ki, yeni materiala ehtiyacım var. Belə deyirlər ki, yaxşı müəllif olmaq üçün gərək oxumaq istədiyin kitabı yazasan. Jack Templer məsələsində istəyirdim ki, oğullarımın oxumaq istədiyi kitabı yazım. Bu macera kitabı idi, əlbəttə. Amma onun içində həm də özünə qurban vermə, mehribanlıq, dostluq var idi. Yazarkən istəyirdim, bildirim. İnsan olmaq nədir və gördüyümüz hər yerdə şərə qarşı çıxmaq bizim borcumuzdur. Kitabı maraqlı etmək üçün xeyli qılıncla döyüş səhnələri və əcinnələr əlavə etmişdim. Ona görə də sizə öz kitabınızı yazın deyəndə demirəm ki, oturub roman yazın. Təklif edirəm, uşaq vaxtı oxuyub, çox sevdiyiniz kitablar haqqında düşünün və ən sevdiyiniz hekayəni seçin. Sonra qısa hekayə yazmağın qaydalarını oxuyun. Ən asan yol artıq oxuduğunuz kitablardakı xarakterlərdən ibarət bir hekayə uydurmaqdır. Məsələn, yerin mərkəzindəki hobbitlərdən nəsə yazın və ya Harry Potterdən və s. Bir neçə səhifə yazın. Yazının keyfiyyəti barədə çox düşünməyin. Sadəcə sözləri qələmdən kağıza tökün və görün nə alınacaq. Sonra yazdığınızı ucadan oxuyanda, əgər sizə çox pis görünürsə, normaldır. İndiyə qədər aldığım ən yaxşı yazmaq məsləhəti özümə çox pis yazıcı olmağa icazə verməkdən ibarətdir. İlk cızmaqara gübrəli olur. Ona baxanda hansı yaxşı şeylərin yetişəcəyini bilmək olar. Sonra hekayənizlə oynayın, biraz dəyişin. Qoy övladınız sizə onu ucadan oxusun. Çox pisdir? Hə, nə olsun? Əsas odur ki, maraqlıdır. Yazmağa davam edin. Bəlkə də yeni istedad və yeni maraqlı məşğuliyyət kəşf edəcəksiniz. Bu məsələnin əhəmiyyətli olduğunu bilirəm. Çünki yuxarıda da yazmışdım. Uşaqlar heç nə eşitmirlər, amma hər şeyi görürlər. Əcinli Ovçusu Jack Templeri yazan kimi Jack və Will hər ikisi öz romanlarını yazmağa başladılar. Əsas qəhrəmanlar, dramatik səhnələr, həyəcanlandırıcı sonluqlar barədə maraqlı söhbətlər edirdik. Onlar da yaxşı yazırdılar. Ən əhəmiyyətlisi odur ki, yazdıqları hər cümlə SKK-da öyrəndiklərini gücləndirirdi. Lüğətlərindəki sözlərdən istifadə edirdilər. Bütün ədəbi vasitələri işlədirdilər. Əgər əvvəlcə onlara hekayə yazmağa təklif etsəm, inanmıram bunu həvəslənərdilər. Məni yazan görəndə gözləri açıldı və özlərinə xeyirli olan şeyi heç kimə demədən etməyə başladılar. Valideyn üçün təlim-tərbiyə dünyasında bundan gözəl heç nə ola bilməz. 13-cü fəsil, əylənin. Çox güman ki, artıq özünüz də başa düşmüsünüz. Bura məktəb deyil. Bu əyləncədir. Mütaliə üçün seçdiyin yerdən kitaba qədər hər şey əyləncəli olmalıdır. İstəyirsiniz övladınız klassik kitablar oxusun, istəyirsiniz ilk SKK kitabı 2 şəhərin nağılı olsun, onda sizə uğurlar. Kitablardan nə qədər həzz aldığını görəndə təəccüblənə bilərsiniz. Harry Potter kitablarını xoşlayacağımı zənn etmirdim, amma onları sevdim.
SKK sayəsində özüm də mütaliə həvəsimi gücləndirdim. Köhnə dostlarım Tolkien və Frank Herbertlə yanaşı yeni müəlliflər oxumaqdan həzz aldım. Həm də öyrəndim ki, oğullarım məni əlimdə kitabla nə qədər çox görsələr, o qədər eyni şeyi edəcəklər. 14-cü fəsil. Ey sonluq, aradan çıxma. 12 həftədən sonra yay tətili gəldi və SKK-nı təxirə saldıq. Bütün üzvlər qərar verdi ki, özümüz müstəqil oxuyaq. Oğullarım məktəb ilindən sonra biraz çox yatmağa layiq idilər. Amma həm də razılaşdıq ki, mütaliə yay tətili zamanı davam edəcək. Tənbəl oxucum Percy Jackson, Olimpiya qəhrəmanları, Ac oyunlar, Hobbit və digər kitablar oxudu. Hamısını öz oxudu. Nə mükafatlandırma, nə yay vaxtı oxumaq üçün boynuna qoyulan kitablar var idi. Sadəcə kitab oxumağın nə qədər əyləncəli olduğunu artıq bilirdi. Deyə bilmərəm ki, başqa taktikalar işə yaramadı. Kitabxanaçılardan və digər valideynlərdən eşitmişəm ki, onlarda da alınır. Sadəcə mənim hekayəmdə oğullarımın kitabsız qalmaması üçün çox çalışdım. Mütaliəyə həvəsləndirmək üçün yeni ideyalar fikirləşirdim. Mütaliəyə həvəsləndirmək üçün 7 ideya. 1. Kitabın üstünə şokolad qoyun. Hər oxunmuş kitaba görə mükafat fikirləş. Bu, balaca uşaqlar üçün dondurma, rəngli yapışdırıcı, böyüklər üçün fərqli bir şey ola bilər. Adətən, kofe, isti şokolad kimi hədiyyələr də verilir. Sadəcə təkbətək mütaliə zamanı bundan artığını tapmaq çətin olurdu. Xüsusilə də 5 uşaqlı evimizdə. 2. Uzun müddətli məqsəd yaradın. Yuxarıda bu barədə yazmışam. Çalışın, müəyyən müddət üçün bəlli sayda kitab seçin. Yay bunun üçün ən uyğun vaxtdır. Beləcə, yayda övladlarınız məktəb mütaliəsindən fərqli olaraq əyləncəli yay oxusuna keçə bilərlər. 3. Google Reads-ə qoşulun. Əgər hələ qoşulmamısınızsa, yoxlamağa dəyər. Bu, adətən Facebook kitab sevərlər üçün düşünülüb. Havai saytda oxuduğunuz, oxumaq istədiyiniz və hal-hazırda oxuduğunuz kitabların rəflərini yarada bilərsiniz. O cümlədən də istədiyiniz qədər kateqoriya yaratmaq imkanı var. Ən maraqlısı odur ki, keçmişdə oxuduğunuz kitabları mütaliə vərdişlərinizi əsasən qiymətləndirə bilərsiniz. Sayt sizə bu qiymətləndirməyə uyğun kitablar məsləhət görəcək. Həmçinin, övladlarınızla bir-birinizi izləyə, rəflərinizə baxa bilərsiniz. Nəhayət, siz və övladınız kitablara icmal yaradıb, onu dünya ilə paylaşa bilərsiniz. Çox əyləncəlidir, yoxlayın. 4. Sevimli müəlliflərinizlə əlaqə saxlayın. Bugünkü dünyada müəlliflərlə əlaqə saxlamaq imkanı çox böyükdür. Ən azı sevimli müəllifin internet səhifəsini ziyarət edə, sosial mediada onlara qoşula bilərsiniz. Beləcə yeni kitablar, yazıçının fikirləri haqda məlumatlı olacaqsınız. Müstəqil müəlliflər daha tez cavab verməyə həvəslidirlər, amma siz yenə də bütün müəllifləri yoxlayın. Müəllifi real edən hər şey kitab mütaliəsi təcrübənizi zənginləşdirəcək. 5. Öz kitabınızı çap etdirin. Əgər siz və ya övladınız kitab yazırsınızsa, onu dünyaya təqdim edin. Hətta bu, ailə dostları və ya ailəniz üçün nəzərdə tutulsa da. Bilmək olmaz, bəlkə növbəti Rowling ola bilərsiniz, ya da oğlunuz və ya qızınız növbəti Christopher Paolini ola bilər. 15 yaşında Eragon əsərini yazıb. 6. Nahar stolunda kitabları müzakirə edin. Övladlarınızdan oxuduqları kitablarda nə baş verdiyini soruşun. Onları bir gecə qabaq yuxuda nə gördüklərini danışdıqları kimi dinləyin. Kitablar haqqında müfəssəl öyrənib övladlarınızın nə qədər həyəcanlandığına baxın. Kitablarda baş verənləri danışarkən övladlarınızdan yuxarıdakı sualları soruşmaq imkanı əldə edəcəksiniz. 7. Televizoru söndürün. Hər şeyi söndürün. Mən filmləri xoşlayıram. Yüksək keyfiyyətli televiziya şoularını da çox sevirəm. CNN kanalının həvəskarıyam. Jon Stewart'ın gündəlik şousu olmadığı günlər mənim üçün kədərli keçir. Yəni, şam işığında bütün gün kitab oxuyub elektron dünyaya qarşı çıxanlardan deyiləm. Amma həyat yoldaşımla lap əvvəldən qayda qoyduq ki, məktəb günlərində uşaqların televizora baxmaqlarına icazə verməyək. Biz təkcə mütaliə ilə məşğul olmurduq. Həmçinin rəsmlə, musiqi ilə, yazmaqla məşğul olur, söhbət edirdik. Yay tətilindən sonra yenidən televizorsuz qalmaq çətin olur. Çox çətin olur, amma övladlarım bunun öhdəsindən gəldilər. 15-ci fəsil. Öz dünyasının sehirbazı. Ümid edirəm, bu səhifələrdən dəyərli və yararlı nəsə tapdınız. Yuxarıda qeyd etdiyim kimi, mən mütaliə üzrə ekspert deyiləm.
müəllim deyiləm, professional ədəbiyyatçı deyiləm. Sadəcə mütaliəyə həvəssiz oğlunu dəyişmək istəyən atayam və metodlarım işə yaradı. Əlbəttə, SKK-dan əlavə də böyük işlər görüldü. Həyat yoldaşım oğullarımı həvəsləndirdi və bunun da böyük təsiri oldu. Amma SKK-nın bütün cəhətlərin mərkəzində dayandığını mütləq qeyd etməliyəm. Bu sizin ailədə də kömək edə bilər. Ümidvaram ki, edəcək. Çünki oğullarımın olduqca həvəskar mütaliəçi olduğunu görməkdən böyük həzz alırdım. 5 uşağım olduğundan hər birinin fərqli yönlərini görməkdən zövq alıram. Özümə dəfələrlə xatırladırdım ki, valideyn olaraq əsas rolum uşaqlarıma yeni xarakter aşılamaq deyil, onları xarakterdən azad etməkdən ibarətdir. Belə halda valideynlik mənə öz dünyasının sehirbazı olmağı xatırladır. Əgər kitabı və ya filmi xatırlasanız görərsiniz ki, bütün qəhrəmanlarda əski olan nəsə var. Müqəvvanın beyni yox idi, şirin cəsarəti, dəmir adamın ürəyi, Dorothy'nin isə onu evə aparan yola ehtiyacı var idi. Onlar bizim uşaqlara bənzəyirlər. Uşaqlarımızın da hər birinin çatışmayan cəhətləri var. Ya özlərinə inanmırlar, ya yeni imkanlara gözlərini təzəlikcə açıblar və s. Valideyn olaraq biz də öz ölkəsinin sehirbazına bənzəyirik. Onun kimi güclü və nəhəng gurultulu səsli, tüstü içində yaranan varlıqlar sayaq görünürük. Əslində isə pərdə arxasına gizlənmiş, bunlardan heç biri olmayan adi adamlarıq. Çox vaxt elə uşaqlarımız kimi özümüzü itiririk. Ən azı özümdən bilirəm. Amma yenə də onlara yaxşılıq etməliyik. Sehirbazın məqsədinə necə çatdığı yadınızdadır? O, qəhrəmanların hər birinə talisman bağışlayır. Bu talisman göstərir ki, əslində qəhrəmanların çatışmayan cəhətləri elə onların daxilində gizlənib. Sehirbazın sehri onlara ehtiyacı olan şeyləri verməyə bəhs etmir, amma çatışmazlıqları elə onların daxilindən dartıb çıxarır. Hətta Dorothy də evə getməyə özündə güc tapır. Əslində bu gücə həmişə malik idi, amma bunu anlamırdı. Bu, SKK davam etdiyi müddət üçün ən yaxşı metaforalardan biridir. Uşaqlarımızı istədiyimiz kimi olmağa məcbur edə bilmərik, amma onlara bələdçilik edə, hələ özlərini tapmasalar da getməyə başladıqları yolda yardımcı ola bilərik. Ümid edirəm, bu kitab sizə və gənc tənbəl oxucunuza həyatın təklif etdiyi macəralardan zövq almaqda yardımcı olacaq. Təbii ki, yanınızda böyük bir kitab bağlaması olmalıdır.